Herkese salam. Uzun bir aradan sonra yeni bir vlogdan görüşünüze gəlmişəm. Videonu yükləməməyimin əsas səbəbi isə bildiyiniz kimi bayram idi, tətil idi və qonaqlığa get, qonaqlar sizə gəlsin, iş gör falan filan dərkən montaj eləməyi çatdıra bilməmişdim. Ona görə də elə bir tərəfdə qalmışdı. Amma indi düşünürəm ki, paylaşmağın əsl vaxtıdır. Birazdan diş həkiminə gedəcəyik. Çünki dişimin müalicəsi hələ də davam eləyir. Elə indinin özü üçün də bitməyib. Çünki dişim çox iltihaplanmışdı. Ona görə də hələ müalicə yekunlaşmayıb. Baxın, Dilək üçün necə komfortlu bir yer hazırlamışam. Belə olanda yolu həm sakit gedirik, həm də rahat. Çünki ətrafında olan hər şeyi çox rahatlıqla görə bilir. Bu da onun marağını çəkir. Və budur, klinikaya da gəldik. Buradan çıxandan sonra isə həm evdə, həm də bağda görəcəyimiz bir çox iş olacaq. Qızlar, bağ üçün həm dekorativ həmişə yaşıl ağaclar almışıq, həm də meyvə ağacları. Onları da birazdan əkəcəyik. Bu kadrlarda sizlə paylaşacağım. Gördüyünüz bu ağac yapon əzgilidir. Elmi dildə başqa bir adı var ya yox bilmirəm, ancaq hamının bildiyi yapon əzgili ağacıdır. Onun yerində isə əvvəl başqa bir şam ağacı var idi. Sadəcə olaraq o çox soluxmuşdu, qurumuşdu. Onu çıxardıq və yerinə başqa bir şam ağacı əkməyi düşünürdük. Sadəcə yoldaşım bu ağacları alıb gətirəndə gördüm ki, yapon əzgilidir və o böyüyəndə daha dekorativ, daha gözəl bir görünüş əldə eləyəcəyi üçün ortaq qərara gəldik ki, onu əkək. Eyni zamanda arxa həyətdə də çoxlu şam ağacı var. Onlar hasara paralel formada əkilib və aralarında zeytun ağacları da var. Mərkəz hissə isə boşdur. Bax, belə gördüyünüz kimi. Biz o hissəni istəyirik ki, yay aylarında oturma alanı eləyək, kiçik bir besetka və yaxud da ki, başqa bir formada tasarlayaq. Elə həmin mərkəz hissədən yoldaşım besetka üçün yer ayırıb və ətrafında oyuqlar açaraq həmişə yaşıl ağaclar üçün yer bərinləyib ki, biz onları orada əkək. Qızlar, elə fikirləşməyin ki, mən yoldaşıma kömək eləmirəm, edirəm. Sadəcə olaraq bunları kadrda yerləşdirə bilmirəm. Düzdür, işin 60-70% onun öhdəsinə düşür. Xırda minimal işlərdə mən kömək eləyirəm. Hansı ki, o çay istəyəndə çay gətirirəm. Ağacı tutmaq lazım olanda mən tuturam. Su gətirmək lazım olanda mən gətirirəm. Və torpaq tökəndə də bəzən onu da mən eləyirəm. Düzdür, bunların hamısı çox da elə fiziki güc tələb eləməyən işlərdir. Ancaq az da olsa mənim də əməyim var. Artıq işimiz yekunlaşır. Bağımıza alma ağacı, gilas ağacı, göyəm ağacı və səhv eləmirəmsə bir ədəd də badam ağacı əkmişik. Yerdə qalanlar isə həmişə yaşıl bitkilərdir, ağaclardır. İnşallah bunların hər biri böyüyəndə daha gözəl görüntüsü olacaq. Mənim isə marketdən alacaqlarım var. İndi gedək onları alaq. Gəlin marketdən mənə maraqlı gələn məhsulları sizə göstərim. Ən sevdiyim bölüm qab-qacaq olan bölümdür və buradan nə isə almasam evə qayıtmıram. Burada Sten'in termosuna bənzər bir termos var. Qiyməti 12 manatdır, amma orijinalının qiyməti 50-60 manatdan başlayır. Bu ağırlıq formasında olan su batacaqları həqiqətən çox kreativ düşünülmüş bir şeydir. Mən mavi olanları görmüşdüm, ancaq çəhrayılar indi rastıma çıxdı. Marshmallow ilə elə də aram yoxdur, amma istədim ki, növbət dəfə bir şans verim, sonra da fikrimdən daşındım. Çünki çox şirin olur və mən həddindən artıq şirin olan məhsulları yeyə bilmirəm. Həmin dəqiqə başım ağrımağa başlayır. Bu çiyələkləri hələ qış vaxtı yemişdim. İnanın ki, yaydakına heç bir fərqi yox idi. Dadı da qoxusu da yerində idi. Və belə bir əriklər tapdım. Bunları uşaq vaxtı yeyirdik. Mən həqiqətən nostalgiya yaşatdı. Bir də belə bir çörək gördüm. Həm ağı var, həm qarası. Qiyməti isə 1 manat 13 qəpik idi. Məncə turbrot hazırlamaq üçün qayət yaxşıdır. İndi isə gəlin qızlar, aldıqlarımı sizlə paylaşım. Bisikimiz. Bir dənə belə bir çörək.
2 dənə belə bir yastıq özü, bir dənə belə bir sport piçenye, bir dənə belə bir desert şirniyyat, bir dənə də belə bir şokoladlı çubuq bozma. Bunu diləyə verməyəcəm. Bu mənimdir. Amma bu diləyindir. Yerimiz dəyişikdir. Qızlar, bu arada bu üzdüklər mən divan üçün almışam, divanın yastıqları üçün. Ölçüləri 45'in 45'ədir və Aras supermarketin nəzdində olan Pepco markasına aiddir. Pepco'da Avropa məhsullarının satışı var. Sadəcə son zamanlarda mənə elə gəlir ki, artıq o fəaliyyət göstərmir. Onun məhsulları bütün Aras filiallarına paylanıb o formada satılır. Çünki mən artıq bir neçə filialında olmuşdum. Orada bağlandığını, artıq məhsulların olmadığı hissəni bağladıqlarını demişdilər. Gəlin indi yoxlayaq, görək necə qalacaq. Çox qəşəng materialı var həqiqətən. Superdir. Bu arada mən divan üzlüyümü götürmüşəm. Buranı da dəyişmişdim. Hardasa süd rəngi, kırıq beyaz rəngində bir dənə örtü var. Ondan bu yastıq üzləri çox qəşəng gedəcək məncə. Bu örtüdə məndə 2 dənə də qızlar. Biri budur, biri isə divanın öz rəngindədir və ikisini də başqa-başqa yerlərdən əldə eləmişəm. Bu örtünü Bazar Store'dan almışdım. Endirimlə 8 manat idi. Digəri isə, yəni divanın öz rəngində olanı isə Yusuqdan əldə eləmişdim. Onun da qiyməti elə də baha deyildi, amma xatırlamıram nəsə. İkisinin də materialı bir-birinə o qədər oxşardı ki, deyərdim ki, ikisi də eyni örtüdür, sadəcə fərqli-fərqli rənglərdədir. Hər ikisini istifadə etmişəm. Yuyulduqdan sonra elə də xoşa gəlməz bir görüntü ilə qarşılaşmamışam. Yəni tiftiklənmə, süzülmə, kiçilmə, böyümə belə bir xüsusiyyətlər olmayıb. Yastıq üzlərinin isə qiymətini deyəsən deməmişdim qızlar. Birinin qiyməti endirimdən 2 manat idi və olduqca mənə elə gəlir ki, münasibdir. Çünki bu materialda və bu görüntüdə olan yastıq üçün mənə elə gəlir ki, normal bir qiymətdir. Nərgiz güllərinin o qədər gözəl qoxusu var idi ki, qıza bütün evi ağuşuna götürmüşdü. Mən istəyirdim ki, onu pəncərənin yanına qoyum, gün görən bir yerə. Sonra qərara gəldim ki, yox, oradan götürüm. Bunu mütləq ki, Dilək oradan götürüb aşırda bilər və masanın üstünə yerləşdirdim. Axşam yeməyinə yarpaq dolması hazırlayıram. Siz də məni izləyirsiniz, baxın, öyrənin. Görmə aparmayacam ki. Etiraf edim ki, evliliyimin ilk aylarında yeməkləri heç də ləzzətli hazırlamamışam. Hətta deyərdim ki, bir yeməyi 1 saata hazırlamaq lazım idisə, mən 2 saat yarıma yekunlaşdırırdım. Amma zaman keçdikcə əlim öyrəşdi. Və hal-hazırda demək olar ki, bütün yeməklərin ləzzətini tutturmağı bacarmışam. Məsələn, yarpaq dolması. Yarpaq dolmasında ət nə qədər yağlı olarsa, bir o qədər daha ləzzətli olur. Mən bunun fərqinə sonradan vardım. Eyni zamanda damaq zövqündən damaq zövqünə də böyük fərq var və regiondan regiona da yeməklərin hazırlanması dəyişir. Məsələn, Gəncədə yarpaq dolmasının olduqca xırda hazırlandığını deyə bilirəm. Başqa regionlarda, başqa zonalarda necədir, ondan xəbərim yoxdur. Siz bunu məndən yorumlarda paylaşa bilərsiniz. Hansı bölgədən izləyirsiniz bizi və siz özünüz yarpaq dolmasını necə hazırlayırsınız, bunu şərhlərdə yaza bilərsiniz. Yeri gəlmişkən onu da qeyd edim ki, videolara gələn baxışla abunə saylarının arasında çox fərq var. Yəni videolara baxan var, ancaq abunə olan yoxdur. Düzdür, bu sizin üçün çox sadə görünə bilər. Yəni çox asanlıqdır bir dənə klik etmək. Amma mənim üçün böyük önəm kəsb edir. Çünki həqiqətən bundan sonra mən daha çox motivasiya oluram və yeni videolar çəkmək həvəsi məndə yaranır. Amma baxış az olduqda, abunə sayı az olduqda və yaxud da yorum az gəldikdə insan istər-istəməz həvəsdən düşür. Düzdür, davam edirik. İnşallah
İnşallah daha yaxşı bir yerlərə gələrik sizin sayənizdə və siz də çox xahiş bunu unutmayın. Bu arada yarpaq dolmasının əti də artıq hazırdır. Ətin içərisinə keşniş, çüyüt, nanə qurusu, soğan əlavə elədim. Biraz duz və biraz istiyor. Onu da qeyd edim ki, qızlar duzu çox vurmadım. Çox az miqdarda əlavə elədim. Bunun əsas səbəbi yarpaqları tam yumamağımdır. Yəni yarpaqları qaynar suda yuyanda cırılma ehtimalı yüksək olur. Ona görə də onun tərkibində olan duzla ətin özü bir-birlərinə birləşərək dadı tamamlayırlar və yarpaq dolması nə qədər duzlu olursa bir o qədər ləzzətli olur və onu servis eləyəndə qatıqla yeyildiyi üçün dadlar bir-birinə tam oturuşur. Yaxşı yoğururuq. Bütün ingrediyentlər tam bir-birlərinə qarışandan sonra, dadları bir-birinə keçəndən sonra isə bükməyə başlaya bilərik. Əvvəlcə qazanın içinə kiçik bir boşqab yerləşdirirəm. Dolmaları büküb bitirdikdən sonra isə bir dənəsini də üstünə qoyurdum. Amma sonra qərara gəldim ki, bu elə də vacib deyil, amma alt hissəsinə yerləşdirmək vacibdir. Nəyə görə? Çünki ətin lazımsız olan suyu süzülərək boşqabın alt hissəsinə yığılır və ətin, yəni yarpaqların üzərinə keçməsini qarşısını alır. Üzərinə qoyulan boşqab isə mənə gəlir ki, elə də böyük önəm kəsb eləmir. Yəni elə də böyük bir fərq hiss etməmişəm. Həm də aşağı hissədə yerləşən yarpaq dolmalarının yanma ehtimalı üstəkilərə nisbətən çoxdur. Boşqab qoyulanda isə bu ehtimal bir az aşağı düşür. Yəni öz təcrübələrimdən görmüşəm bunu. Mən bilməm, elə də güclü deyil. 1-2 dəfə təzə bişirməyə başlayanda yalan olmasın, yandırdığım olub. Yarpaq dolmalarını yaxşı bükürəm. İndiyə kimi dağıldığını görməmişəm, amma həddindən artıq səbir tələb edən bir iş olduğu üçün mənə elə gəlir ki, kələm dolması eləmək daha məqsədə uyğundur. Amma neyniyək ki, mənim yoldaşım kələm dolmasından çox yarpaq dolmasını daha çox sevir. Üstünə limon doğrayıb qoya da bilərsiniz qızlar. Ancaq mən 1-2 dəfə etmişdim, çox turşdad əmələ gəldi. Ola bilsin ki, mən limonların sayını həddindən çox etmişdim. Ona görə belə olub, amma siz istəsəz bunu da eləyə bilərsiniz. Burada mətbəxi səliqəyə salırdım qızlar. Sonra fərqinə vardım ki, video dayanıb. Ona görə də həmin hissələri əlavə edə bilməmişim. Növbəti gündən, yəni bayram günündən hər birinizə salam. İnşallah bu yaz öz gəlişindən ürəyinizdə olan arzuları, niyyətləri, diləkləri reallaşdırır. Hər birinizin evinizə bol ruzi, bərəkət və xoşbəxtliyi gətirər. Üzünüzdən gülüş, könlünüzdən gülüş əksik olmaz əziz izləyicilərim. Bizim bayram sovqatını isə rayondan göndəriblər. Yenə hazırlamağa ehtiyac qalmayıb. Allah hər birinə can sağlığı versin. Hazırlayan əlləri isə var olsun. Belə bir kiçik xonça hazırladım və masanın üzərinə yerləşdirdim. Allah hər kəsin süfrəsini bol və bərəkətli, ruzili etsin inşallah. Qızlar, yarmarkaya gedirik. Bir yerdə hazırlaşaq. Bu arada evdə hamı yatıb. Ona görə də pıçıltı ilə danışmalıyam. Fürsətdən istifadə. Gəlin kombini göstərim sizə. Belə bir bluz və belə bir klasik şal var. Aksesuar olaraq isə, yəni çanta olaraq bilmirəm bunu götürüm, yoxsa bu. Bu daha dəblidir, amma məncə renk baxımından bu daha uyumludur. Nə deyirsiniz? Ayaqqabı olaraq isə belə bir klasik ayaqqabılarım var. Həm klasik şalvarı tamamlayacaq, həm də bluzun rənginə daha uyğundur məncə. Həm də çox rahatdılar. Aşırı rahatlar. Düzdür, boylarını sevmirəm. Amma məncə rahatlıq üçün bu boy kifayət qədər normaldır. İndi isə hamısını geyinib gələk. Deyə bilərsiniz ki, bəs hamı yatıb, sən hara hazırlaşırsan? Mən 1 saat yarıma hazırlaşıram. Ona görə də qərara gəldim ki, birinci mən hazır olum, sonra isə yatmışları oyadım. Aksesuar olaraqsa belə bir sırğalarım var və bu üzüklərimi taxacam. Bu nişan üzüyümdür. Bu isə ad günümdə hədiyyə olan üzüyümdür. %90% həmişə bunları istifadə edirəm. Yəni başqa da elə bir taxmaqdan aram yoxdur. Sıralarımızı dəyişdirək. Videonu çəkdiyim zaman kameraya yox, özümə baxdığım üçün baxışlarım əks istiqamətdə görsənir. Ona görə də gəlin elə də takılmayaq. Kombinimin son halisi belədir qızlar. Məncə yaxşıdır.
Budur, makiyajımı da etdim, saçımı da qaydasına saldım, gəldim, artıq tam hazırım. Bu arada qızlar, saçımda heç bir film və başqa bir prosedur yoxdur, tam təbii halıdır. Torpaq əlimdə, bahar ürəyimdə yarmarkasına da gəlib çıxdıq. Düşünürdüm ki, elə də sıxlıq olmaz. Çünki insanların əksəriyyəti rayona gedibdi, amma heç də düşündüyüm kimi olmadı. Çox sıxlıq var idi və insanlar demək olar ki, hər kəs sanki bütün Bakı buradaymış kimi bir hissiyat, təəssürat yaranmışdı. Onu da qeyd edim ki, Bakı hələ indiyə kimi belə gözəl bəzədilməmişdi. İstər qış yarmarkasında olsun, istərsə də əvvəlki digər yaz yarmarkalarında olsun. Hələ belə gözəlliklə qarşılaşmamışdım. Qiymətlərə gəlincə isə burada satılan hər bir yemək növü, atışdırmalıq və şirniyyat yüksək keyfiyyətə və ləzzətə malikdir. Ona görə də normalda ödədiyimiz məbləğdən daha yüksəkdirlər, amma düşünürəm ki, bu dərəcədə şişirdilmiş qiymətlərə elə də ehtiyac yox idi. Buradan ayrıldıqdan sonra isə Tarkovnu mərkəzində yerləşən uşaq əyləncə mərkəzlərindən birinə gəldik ki, dilək də öz gününü xoş və maraqlı keçirsin. Bildiyiniz kimi qızım təkdir və gününün 80-90%-ni mən və atası ilə bir yerdə keçirdiyi üçün həftə sonlarında onu bu tip yerlərə gətiririk ki, biraz açılışsın. Axı sən tək canına bu böyüklükdə şarı necə aparırsan, ay Dilək? Diləyin yaşı az olduğu üçün burada onun yaşına uyğun olan oyun alanları barmaq hesabı qədər idi. Ona görə də hər dəfə oyun oynayanda cəmi 1 saatlıq olan paketi götürürük. Oranı tərk etdikdən sonra isə artıq evə qayıdırıq. Düzdür, şəhərdə insan sıxlığı çox idi, ancaq yollar elə də çıxac deyildi. Ona görə də evə vaxtında qayıtdıq və günün sonunu tonqal yandırmaqla yekunlaşdırdıq. İnşallah siz də videonu bəyənərsiniz və like etməyi, abunə olmağı və şərh yazmağı unutmazsınız. Bir daha bayramınız mübarək olsun. Yeni bayramlarda və yeni videolarda görüşmək diləyilə. Hələlik!